Xırdalan şəhərində yerləşən 2 saylı tam orta məktəbin 11A sinifinin şagirdləri Mehdiyeva Aytac və Qurbanova Könül Milli TV-yə müraciət edərək bildirirlər ki, 3 mart 2025-ci il tarixində onların məktəbdəki dərs saatlarının bitməsinə baxmayaraq, evdə olduqları halda onları məktəbə çağırdıran həmin məktəbin müəlliməsi Abbasova Mətanət Soltan qızı şagirdlərin yanvar ayında yazmalı olduqları böyük summativ qiymətləndirilmənin yazılmasını tələb edir. Onu da qeyd edək ki, yanvar ayından bu yana şagirdlər BSG-nin yazılmasını dəfələrlə tələb etsələr də, onlara məktəb direktoru Gülnaz Kərimova bu şəraiti yaratmayıb. 3 mart tarixində evdə olduqları halda şagirdləri məktəbə çağıraraq onlara BSG testini yazdırıb. Şagirdlər şikayətlərində onu da bildirirlər ki, onlara məqsədli şəkildə vaxtı keçmiş BSG-ni yazdırdıqdan sonra onlar məktəbdən getdikləri halda Mətanət müəllimə şagirdlərə zəng edib BSG testlərinə qol çəkmədiklərini bəhanə edərək yenidən onları məktəbə dəvət edib. Əslində isə şagirdləri yenidən məktəbə dəvət etməkdə məqsəd qol çəkmək yox, məktəb direktoru Gülnaz Kərimovanın tələbi olub. Şagirdlərin bizə bildirdiyinə görə onlar məktəbdə Gülnaz Kərimovanın təzyiq və təhqirinə məruz qalıblar. Bizə təqdim olunan səs yazılarında da bir daha aydın olur ki, məktəb direktoru Gülnaz Kərimovanın şagirdləri Aytac və Könülə qarşı böyük bir nifrəti var. Bu nə geyim mən? Necəyəm, bu nə geyimdir? Mən evdən gəlmişəm bura. Bu nə danışıqdan məndən danışıqdan? Necəyəm, necə danışam? Normal danışam. Sən evdən gəlmişəm. Heç sizə bu nə geyim? Mən də qayıb deyirəm ki, evdən gəlmişəm. Elə danışsan, elə danışsan. Necə deyim? Deyirəm, müəllimə evdən gəlmişəm, yəni məktəb var. Sən deyirsən qadın. Məktəbdə deyil. Mən də evdən gəlmişəm. Evet, deyilən ton var da, tonla var. Sən məndən vaxt satanmasan, hansı an məktəbə gedərsən? Mən sizə danışam. Mən sizə nə deyirəm? Yəni mən məğluma düşənməkdən ki, mən sizə nə deyən görürüm, bizi də yaxşı sıfır yazıb saxlamalısınız sinifdə, gəlib məndən danışmaq zorunda baxın. Ay, bəlkə. Ne kadar nanik oldu bunlar, ayrı çok baktılar ya bunlar. Sen gelip bana demezsin ki, ay ben de kurban olun, Allah sizden razı olsun. Gelip bana yazar buradan devam edirsen sen. Hasta sen. Senin böyle yaşlılık oldu, ölmüşsen sen gel kocuyla danışırsan. Mən normal tonda danışıram. Normal değil. Mən burada heç sizə artıq həqiqətlə danışmamışam burada. Ben eskisi bir önce polisi berbat ederdim. Hiç olmasa medeniyetiniz olsun. Adam kimi gelin, baş üstə gelin, hastalığı düz değilsin, üzürlü sayın, hazırlığa gelmişim, ben de başa düşeceğim. Gelin ile danışırım, patlatmadı olsunlar. Yoksa müqavilə yazmışlar, müqaviləm körlüğüydü. Tam olsa bilirəm, o vaxtdan var. Neyse bunun psikolojik durumu var. Arqaz gəlməsə ha, mən ən axmaq adamım. Polisə verib onu zərl elə. Sabah səndən şikayət edib. Səndən şikayət gedib naziriyə. Naziri gəlib yoxlayacaq. Sənin burada olmamağını demədi ki, mən səni gizlədim. Mən sana bir dənə psixolojim da var da Röya. Sən bu məktəbdən sağ istatarsan, mən burada dərsəni onu mən eləməyəcəm, amma nazirdən gəlməyəcək. Səbəbinə gəldikdə şagirdlər onu da bildirirlər ki, məktəbdə olan yuxarı sinif şagirdlərinin məktəbə gəlmədikləri halda onlara yazılan qiymət və gündəliyə etiraz etdikləri üçün direktor onlara böyük bir düşmənçilik bəsləyir. Onu da qeyd etmək istəyirik ki, bir ildən artıqdır ki, sözgedən Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru olan Gülnaz Kərimovanın qanunsuz əməlləri barədə kütləvi informasiya vasitələrində gedən çoxsaylı məlumatlara baxmayaraq, onun yaxın rəfiqəsi olan Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhami Abdullayevin himayəsi nəticəsində Gülnaz Kərimova öz qanunsuzluqlarını hələ də davam etdirməkdədir.